Salam, hər vaxtınız xeyir olsun. Mən Həqiqət müəllimə. Mövzumuz təbii yaşayış mühitləridir. 7-ci sinif 5.2. Mövzuda əsas açar sözləri xatırladacağım. Biz bu mövzuda tanış olacağıq. Habitat, populyasiya, təbii birlik və ya qruplaşma, ekosistem, biom və biosfer anlayışları ilə. Bunu izaha keçməzdən öncə qeyd etmək istəyirəm ki, canlıların hüceyrəsinin ən kiçik quruluş vahidi olaraq qeyd edərkən demişdik ki, hüceyrələr birləşib toxumaları, toxumalar orqanları, orqanlar orqanlar sistemini, orqanlar sistemi orqanizmi formalaşdırır. Demək, orqan sistemləri və sonda orqanizm formalaşır. Və bu sonda formalaşan orqanizm əslində özündə hüceyrələri də birləşdirir. Yəni, nəticədə hüceyrə həm toxumanın tərkibində, həm orqanın tərkibində, həm orqan sisteminin, həm də orqanizmin tərkibində olmuş olur. İndi bu yeni mövzuda da verilən açar sözlərə fikir versək, habitat, populyasiya, təbii birlik, qruplaşma, ekosistem, biom, biosfer hamısının əsas komponenti canlı fərdlərdir. Əsas komponent fərdlərdir. Yəni, bu fərdlər var ki, ona təsir edən amilləri biz habitat adlandıracağıq. Fərdlərin bir fərd yox, məsələn 10, 15 və yaxud 100 fərd eyni növə aid fərdlər birləşərkən biz onlara populyasiya deyəcəyik. Fərqli növlərə aid fərdlərin birgə qruplaşmasına təbii birlik və ya qruplaşma deyəcəyik. Onların ətraf mühit amilləri ilə birgə əmələ gətirdiyi anlayışa ekosistem deyəcəyik. Təbii birlik, üstəgəl, ətraf mühit amilləri yəni. Müəyyən təbiətdə olan oxşar ekosistemlərə biomlar deyəcəyik və bütün ekosistemlərin cəminə isə biosfer deyəcəyik. Gəlin bu anlayışları biraz daha açaraq yenidən baxaq. Necə ki, biz bayaq qeyd etdik ki, hüceyrə ən kiçik quruluş vahidi idi və hüceyrədən sonra digər quruluş vahidlərinin hamısının tərkibinə daxil idi. Kiçikdən böyüyə doğru. Burada da əgər biz fərddən başlasaq, fərdlər birləşdiyi zaman əmələ gələcək populyasiya. Populyasiya. Populyasiyalar isə birləşdiyi zaman əmələ gətirəcəklər təbii birlikləri. Təbii birliklər isə birləşdikləri zaman əmələ gətirəcəklər ekosistemləri. Bir neçə ekosistemin birləşməsindən isə biz müşahidə eləyəcəyik biomları və bütün biomlar birləşdiyi zaman biz sonda görəcəyik biosferi. Bu yenə kiçikdən böyüyə doğru fərddən başlayaraq biosferə qədər olan səviyyələrin düzülüşüdür. Bəs fərdlərə hansı amillər təsir edirdi? Bir öncəki mövzumuzda bunlardan danışmışdıq, qeyd etmişdik. Mühit amilləri təsir edirdi. Və mühit amillərini də canlı mühit amilləri və cansız mühit amilləri olaraq, yəni biogen və abiogen amillər olaraq iki yerə bölmüşdük. Onlar da mühit amilləri adlanırdı. Bir canlı mövcuddursa, mütləqdir ki, ona ətrafdan müəyyən amillər təsir göstərməlidir. Bu, digər canlılar da ola bilər və yaxud da cansız təbiətin amilləri də ola bilər. Bütün bu mühit amilləri canlı üçün bir habitat yaradır. Habitat yaradır. Nədir habitat? Belə deyək, məsələn, bəzən olur ki, bizim olduğumuz mühitə qarşı bir antipatiyamız yaranır. İnsan olaraq ola bilər bu. Yəni, ətrafında olan insanların dünya görüşü və yaxud da davranışı ya da mühitin şəraiti, ümumi ortam bizə doğma gəlmir. Bunun səbəbi odur ki, biz ruhən, duyğusal olaraq o mühitə aid deyilik. Mən bunu biraz mənəvi cəhətdən izah edirəm ki, anlayışı tam olaraq anlayaq. Biz o mühitə aid deyilik deyə duyğusal boşluğa düşürük yəni. Və bu cür formada da uzun müddət fəaliyyət göstərə bilmirik. Göstərsək belə pozitiv fəaliyyət göstərə bilmirik və qısa müddət ərzində də yaşam şəraitimiz düşür. Bəs təbiətdəki canlılar necə? Bəli, təbiətdəki canlıların da həyatında eyni şey mövcuddur. Çünki onların da yaşaması üçün müəyyən mühit amilləri
ehtiyacları var. Hərəsində bu amillərə ehtiyac dozası fərqli ola bilər. Bu səbəbdən də onların hər biri üçün uyğun olan mühit habitat adlanacaq. Misal üçün, əgər ki bir canlı fəaliyyət göstərirsə bir ərazidə, onun üçün müəyyən temperatur və yaxud da yaşayış üçün məskən, rütubətin müəyyən dozası ehtiyacları var. Bütün bunlar təmin olunarsa, o orada yaşaya biləcək. Amma əgər ki biz onu o mövcud olduğu və xoşbəxt olduğu, yaşadığı habitatdan çıxarıb tamamilə əks bir amillərlə təchiz olunmuş bir habitata yerləşdirsək, orada o qısa müddət ərzində məhv olacaq. Demək ki, habitat birbaşa fərdə təsir göstərən mühit amilləridir, yaşayış amilləridir. Fərdlər bildiyimiz kimi tək başına fəaliyyət göstərə bilmirlər. Onlar mütləq ətraflarında özləri ilə eyni növə aid fərdlərlə və tamamilə başqa növ fərdlərlə birgə yaşam formaları əmələ gətirə bilərlər. Yəni, qarşılıqlı əlaqələr yarada bilərlər. Ən sadə misal, iki eyni növə aid fərd nümunə göstərsək, məsələn, iki dovşan. İki dovşan arasında qida uğrunda rəqabət ola bilər. Müəyyən qarşılıqlı müsbət münasibətlər ola bilər. Və yaxud da ərazi uğrunda rəqabət ola bilər və yaxud da dişi fərd uğrunda rəqabət ola bilər. İstənilən halda onlar arasında qarşılıqlı münasibət var. Yemək uğrunda mehriban ola bilərlər, savaşa bilərlər. Yəni, qarşılıqlı münasibətləri var və bunlar eyni növ. Yəni, ikisi də dovşan məsələn olaraq eyni qrupa aid fərdlərdilər. Yaxşı, bu eyni qrupa aid fərdlərin bir-birinə təsirini bildik. Amma axı bunlar eyni qrupa aiddirlərsə, demək ki, eyni habitatda yaşamalıdırlar. Çünki nəticədə hər ikisi dovşandırsa və hər ikisinin eyni tipdə, məsələn götürsək ərəb dovşanını, hər ikisi, iki dənə ərəb dovşanı, hər ikisi eyni habitat şərtlərinə ehtiyac duyurlar, eyni temperatura, eyni qida növlərinə və s. Bu səbəbdən də onların yaşadığı habitat mütləq eyni olmalıdır. Təbii ki, iki fərdlə də iş bitmir. Bunlar qruplaşmalar, müəyyən çoxlu sayda eyni növə aid fərdlər birgə yaşadıqları zaman, bunu biz belə deyək, insan dilində sürü adlandırdığımız, biz bilirik ki, məsələn, deyirik qoyun sürüsü. Burada hamısı qoyunlardan ibarət bir qruplaşma nəzərdə tuturuq. Eləcə də təbiətdə də eyni növə aid fərdlərdən təşkil olunan qruplara biz populyasiya deyəcəyik. Populyasiya, belə deyək, canlıların inkişafının təkamülünün başlıca vahididir. Yəni, bütün təkamüldə baş verən hadisələr əslində populyasiyadan başlanğıc götürübdür. Populyasiya daxilində əvvəlcə baş verib, daha sonra bu əlamətlər nəsildən nəslə keçib və yaxud da yeni bir forma əmələ gəlib və s. Yəni, populyasiya burada açar kilit nöqtədir. Eyni növə aid fərdlərdən ibarət olmalıdır populyasiyadakı fərdlər. Bu səbəbdən populyasiyanı qayda olaraq açarkən deyəcəyik ki, populyasiya sərbəst çarpazlaşan, döllü nəsil verən və uzun illər eyni ərazidə yaşamağa uyğunlaşan eyni növün fərdlərinin cəmindən ibarət olmalıdır. Bu, populyasiyamızın əsas qaydasıdır. Biz fikir verdiksə eyni ərazi anlayışını qeyd etdik, yəni oxşar mühit şəraitləri mütləq olmalıdır. Sərbəst çarpazlaşıb döllü nəsil niyə qeyd edirik? Çünki döllü nəsil o deməkdir ki, yəni yaranan yeni orqanizmlərində bala vermə qabiliyyəti olmalıdır. Çünki bu təmin olunmasa, onda populyasiya yavaş-yavaş sıradan çıxa bilər, say azalar. Məsələn, 100 fərd var idisə populyasiyada, yavaş-yavaş 80, 60, 50 azala-azala getsə, yəni döllü nəsil olmasa yaranan fərdlər, bu zaman onda populyasiya yavaş-yavaş məhvə doğru, tənəzzülə doğru sürüklənəcək. Məsələn, bir neçə populyasiya misalı göstərsək, baxarıq ki, onların hər həqiqətən də müxtəlif habitat şəraitlərində yaşadığını görəcəyik. Məsələn, dərsliyimizdə baxsaq bizə bir neçə nümunə verib. Məsələn, göy qurbağası, adi qurbağa, yaşıl qurbağa. Bunlar fərqli növlərdirlər. Qurbağa cinsinə aid fərqli növlərdirlər. Göy qurbağası bir növdür, adi quru qurbağası bir növdür, yaşıl quru qurbağası başqa bir növdür. Və bunların hər biri üçün ayrı habitat şəraitləri lazımdır. Məsələn, quru qurbağası quruda, göl qurbağası gölməçədə yaşamağa uyğunlaşıbsa, onun habitatı odur deməkdir. Amma təbii ki, biz hansı göl qurbağası növünə baxsaq, bütün göl qurbağaları üçün
habitat olaraq eyni bir habitat, yəni eyni mühit amilləri lazımdır. Amma bir göl qurbağası ilə bir quru qurbağası artıq fərqli habitatlara aid növlərdir. Bu belə. Biz normalda dedik ki, mühit şəraiti çox vacib rol oynayır. Bəli, həqiqətən də belədir. Çünki əgər ki biz gətirib öz ölkəmizdə məsələn tropik bitkilərin bəzilərini yetişdirə bilmiriksə, əksəriyyətini yetişdirə bilmiriksə, demək ki, mühit amilləri üst-üstə düşmür. Məsələn, çox soyuq şəraitdə, isti yerlərdə bitən bitkiləri yetişdirmək olmaz. Məsələn, kaktus nümunə göstəririk hər dəfə ki, səhra bitkisidir. Biz kaktusu aparıb, məsələn, o daha çox Afrikada yetişməyə uyğunlaşıb, biz onu aparıb Cənub qütbünə əkib becərsək, o zaman məhsul ala bilməyəcəyik. Və yaxud da əksinə, çox soyuq şəraitdə yaşayan canlıları biz gətirsək Afrikada ki, sən burada yaşamalısan, o zaman da o orada yaşaya bilməyəcək. Çünki soyuq mühitə uyğunlaşıbdır. Onun üçün mühit amillərinə qarşı başqa tələblər mövcuddur. Demək, bu bizim olduğu habitat və populyasiya anlayışları haqqında informasiyalarımız. Davam edirik nə ilə? Davam edəcəyik təbii birliklərlə. Şəkilə baxaq demək. Biz burada görürük müəyyən bir fərd, yəni orqanizm, hər hansı bir orqanizm. Bu orqanizmlər özləri arasında tək yaşamırlar axı. Bir 50-100 fərdlik qruplar yaradırlar. Bu qruplara populyasiyalar dedik. Dedik ki, populyasiya mütləq eyni habitat şəraitinə tələb göstərəcək. Amma eyni ərazidə təkcə bir növə aidmi populyasiyalar olacaq? Yox. Eyni ərazidə baxın, bir neçə növ, bu bir növün populyasiyası, bu başqa bir növün populyasiyası, bu başqa bir növün populyasiyası, bu başqa bir növün populyasiyası, amma eyni ərazidə yaşayırlar. Və bunlar eyni ərazidə yaşadıkları üçün artıq təbii birliklər əmələ gətirmiş olurlar. Nəticədə həmin bu başdakı orqanizm, fikir verin, təbii birlikdə də var, populyasiyada da var idi. Nəticədə hamısının belə deyək, onurğası, bünövrəsi fərddir, bir orqanizmdir. Təbii birliklər əmələ gətirirlər ərazi ilə birgə ekosistemi. İndi buna baxaq. Təbii birliyə qruplaşma da deyə bilərik. Qarşınıza hər iki formada çıxa bilər. Və təbii birlik dediyimiz zaman və yaxud biosenoz kimi də qarşımıza çıxa bilər, düzdür. Burada yoxdur mövzu içərisində, amma biosenoz kimi də təbii birlik anlayışı qarşımıza çıxa bilər. Nədir təbii birlik anlayışı? Bayaq da qeyd etdiyimiz kimi bir ərazidə yaşamağa uyğunlaşan müxtəlif populyasiyaların cəmidir təbii birlik. Məsələn, biz götürsək hər hansı bir gölməçə və yaxud da meşə ərazisində orada tək bir növ yaşamır. Orada müxtəlif fərqli heyvanlar və bitkilərin fərdləri fəaliyyət göstərirlər. O canlıların hamısı da eyni habitatda yaşamağa uyğunlaşdıqları üçün, həmin habitatda yaşamağa uyğunlaşdıqları üçün təbii birliyi əmələ gətirmiş olurlar. Amma biz əgər təbii birliyə öz yaşadığı ərazi ilə birgə, yəni mühit amilləri, bütün habitatını onunla birgə nəzərdə tuturuqsa, təbii birlik üstəgəl habitat, bu zaman əmələ gələcək ekosistem anlayışı. Yəni onu əhatə edən mühit amilləri ilə birgə təbii birliyə ekoloji sistem deyəcək. Çünki təbii birlik yalnızca canlı nəzərimizə tuturdu. Yəni oradakı müxtəlif populyasiyaların fərdləri. Amma ora mən mühit amillərini də əlavə etsəm habitat anlayışını, onda ekosistem anlayışını əldə etmiş oluram. Ekosistem anlayışını isə geosenoz deyə də adlandıra bilərik. Demək, burada fikir versəz, mən təbii birliyi biosenoz adlandırdım. Ekoloji sistemi isə dedim biogeosenoz adlandıracağıq. Fərq nədir? Sadəcə geo hissəsidir fikir versəz. Yəni biosenoz və biogeosenoz sözlərində sadəcə geo fərqi var. Geo da bilirik ki, coğrafiya, ərazi mənasını verir. Yəni o təbii birliyin üzərinə həmin biz ərazini, yəni mühit amillərini gəlsək, onda əldə edəcəyik biogeosenoz anlayışını. Təbiətdə təbii ki, müxtəlif, yəni biogeosenoz ekosistem eyni anlayış olduğu üçün ekosistem sözündən istifadə edəcəm. Müxtəlif ekosistemlər mövcuddur. Hər bir habitatda olan təbii birliklər fərqli ekosistemi formalaşdıra bilər.
Lakin dünya üzərindən baxsaq, oxşar ekosistemlər təbii ki, çox olar, amma hamısı eyni ərazidə yaşamış da sayılmayacaq. Oxşar ekosistemləri biz topladığımız zaman biom anlayışını əldə edəcəyik. Biom. Nədir biom anlayışı? Təbii ki, məsələn, gölməçə bir ekosistemdir. Amma təkcə gölməçə bir ərazidə mövcuddur. Elə deyil axı. Məsələn, müxtəlif ərazilərdə mövcuddur. Yəni biraz daha böyük baxış bucağından baxsaq, onların hamısına birgə biz biom anlayışı kimi baxa bilərik. Yəni oxşar habitatlarda yerləşən bütün ekosistemlər oxşar biomları formalaşdıra bilər. İndi bir neçə biomla da mövzunun aşağısındakı xəritə üzərində tanış olacağıq. Və bütün biomlar birləşdiyi zaman və yaxud da ekosistemlər də eyni qaydada deyə bilərik, birləşdiyi zaman biosferi əmələ gətirəcək. Biosfer dünyanın həyat olan qatlarıdır, təbəqələridir və çox böyük bir anlayışdır. Bu səbəbdən onu quru və su biosferi olaraq, yəni iki yerə bölüb daha rahat araşdırmaq mümkün olduğu üçün belə daha iki qrupa ayırıblar. Yəni quru biosferi və suda olan orqanizmlərdən təşkil olunan biosfer. Və bu baxımdan baxsaq, biosferi biz coğrafi olaraq 3 hissəyə böləcəyik. Bunlardan biri olacaq atmosfer, bunlardan biri olacaq litosfer, biri isə olacaq hidrosfer. Bu təbiət dərslərində də var idi, xatırlayırsınızsa. İndi baxaq, atmosfer nədir? Təbiətin dünyanın hava olan qatı, litosfer torpaq, hidrosfer su təbəqəsi deməkdir. Və biz bilirik ki, bunların hər üçündə həyat mövcuddur. Canlılar üçün həyat mövcuddur. Məsələn, atmosfer havadırsa və havada yaşayan uçan quşları, həşəratları və s. misal göstərə bilərik. Bakteriyalar havada fəaliyyət göstərir. Məsələn, litosferin özü torpaq qatıdır və torpaqda müxtəlif mikroorqanizmlər, müxtəlif heyvanlar, bitkilərin kökləri və s. fəaliyyət göstərə bilər. Və yaxud da hidrosfer su qatıdır. Hidrosferdə də həyat var, suda yaşayan balıqlar, müxtəlif su bitkiləri və s. Yəni istənilən halda bütün bu üçündə də biz həyat müşahidə edirik. Atmosferlə litosferi quru qatları olaraq götürüb, hidrosferi də su qatı olaraq götürsək, biosferi bu prinsiplə iki yerə bölüb öyrənirlər. Bunlardan daha dəqiq yanaşma qeyd etmək istəyərdim ki, atmosferin aşağı hissəsində həyat var. Yəni çox yuxarısında həyat yoxdur. Litosferin yuxarı hissəsində həyat var. Hidrosferin isə tamamında həyat var. Bu səbəbdən su qatında, yəni daha geniş araşdırma aspekti olduğuna görə biz quru olaraq atmosfer, litosferi bir, hidrosferi də su biosferi olaraq ayrıca bir qrup olaraq öyrənirik. Burada bir şey də qeyd etmək istəyərdim sizin üçün. Burada belə bir məlumat verilib ki, qeyd olunub ki, maraqlı bir məlumat verilib ki, burada deyir, ağ ayı və pinqvinlər hər ikisi soyuq iqlimdə yaşayırlar. Biz bunu onsuz da bilirik ki, ağ ayda, pinqvinlər də qütblərdə yaşayırlar. Amma biz onların eyni habitatda yaşadığını deyə bilərikmi? Xeyr, burada deyə bilmərik. Niyə? Çünki pinqvinlər düzdür, qütbdə yaşayırlar, amma cənub qütbündə yaşayırlar. Ağay isə şimal qütbündə yaşayır. Tamamilə fərqli qütblərdir, tamamilə fərqli habitatlardır. Yəni, temperatur soyuqdur deyə biz onu eyni habitata da aid etmək istəsək, bu da düzgün nəticə verməyəcək. Bu səbəbdən də biz deyə bilmirik ki, ağayı və pinqvin eyni habitata aiddir. Davam edirik. Mən biom anlayışı haqqında əslində bayaq danışdım. İndi bunu xəritə üzərində göstərmək istəyirəm. Biz burada müxtəlif biomlar görürük. Yəni, oxşar mühit şəraiti olan müxtəlif ekosistemlərin qruplaşmalarını görürük. Və bu biom xəritəsidir. Dünya üzərində bu belə bir xəritə öyrənilir. Rənglərinə fikir versəz, ağ rəngdə soyuq iqlim qurşağında olan Arktik və Alp tundrası, yəni Antarktida olan biom təsvir olunub. Sonra biz burada tünd yaşıl rənglə müşahidə edəcəyik iynəyarpaqlı meşə biomlarını, nisbətən daha açıq yaşıl rənglə enliyarpaqlı mülayim meşə biomunu müşahidə edirik. Orta tünd rəngdə olan yaşıl formada isə rütubətli tropik meşəni müşahidə edirik. Və biz bilirik ki, tropik meşə ekvator xəttində olduğuna görə orada temperatur
dəyişimi demək olar ki, olmur. Həmişə eyni temperatur, stabil temperatur olur və isti olur orada. Bu indi bizə lazım olacaq. O səbəbdən qeyd edirəm bunu. Və burada savanna, çöl və yaxud çəmənlik biomunu görürük və səhra biomunu görürük. Hər biri də səhra sarı rəngdə, çəmənlik, savanna isə nisbətən çəhrayı rəngdə təsvir olunmuşdur. Rənglərə fikir verək, çünki xəritə üzərində bu bizə çox kömək edəcək rənglərini bilmək. Bu da belə. Biz müxtəlif biomları, məsələn, qeyd olunan məlumatlara əsasən deyə bilərik ki, bu dediyimiz müxtəlif növ biomlara dünyanın müxtəlif yerlərində rast gəlmək mümkündür. Məsələn, fikir verin, biz burada da Arktik Alp tundrası görə bilirik, burada da Arktik Alp tundrası görə bilərik. Və yaxud da səhralığı burada da görürük, burada da görürük. Yəni, müxtəlif hissələrdə, dünyanın müxtəlif hissələrində eyni növ biomları müşahidə edə bilirik. Məsələn, burada bizim üçün nümunə də verib, qeyd edir ki, tundra biomu həm Şimali Amerika, həm Avropa, həm də Asiyada rast gəlinə bilər. Yəni, eyni bir biomu biz dünyanın müxtəlif 3 yerində müşahidə edə bilirik. Bu belə. Qeyd edək, burada çalışmalara da diqqətli baxaq. Məsələn, qeyd olunub bizim üçün ki, orta illik temperatur və orta illik yağıntı miqdarına asılı olaraq biomlar aşağıdakı klimatoqramda göstərilmişdir. Biz A, B, C, D, Y, F biomlarını müşahidə edirik. Bizdən nə soruşur? Deyir ki, Arktik Alp tundrası, iynəyarpaqlı meşə, səhra çəmənlik, mülayim meşə və tropik meşə biomları hansı hərflərlə göstərilmişdir? Biz baxsaq görəcəyik ki, burada A-da kaktuslar var. Demək ki, A hansıdır? A səhra biomudur. Səhra biomunu tapdıq. Sonra biz burada daha netləşdirilmiş şəkildə, məsələn, F-də nə görürük? F-də biz Antarktida, yəni soyuq buzlaqlar falan görürük. Yəni, Arktik Alp tundrasını biz burada görürük. Sonra fikir versəz, Y-də biz küknar ağacları və şam ağacları görürük. Yəni, iynəyarpaqlı bitkilər görürük. Demək, iynəyarpaqlı meşə biomunu da tapdıq. B-də biz çəmənlik görürük, açıqlıq sahə. Demək ki, biz burada çəmənlik biomunu da tapdıq. Mülayim meşə və tropik meşə biomları da C və D hərfləri ilə işarə olunub. Gəlin baxaq görək hansı mülayimdir, hansı tropikdir. Temperatur dərəcəsinə baxıb bunu təyin edə bilərik. Mülayim biomuna baxsaz, müxtəlif fərqli temperatur dəyişkənliklərində biz orada fəaliyyət görürük. Amma fikir versəz, C-də isə tropik meşə biomunda isə stabil eyni temperatur var. Yəni, təqribən 32 dərəcə Selsi, yəni dəyişmir. Bu deməkdir ki, biz burada görürük C ilə işarələnmiş olaraq tropik meşəni, D ilə işarələnmiş olaraq isə mülayim meşə biomunu müşahidə eləyirik. Növbəti sualda deyir ki, yarpaqları tikana çevrilmiş bitkilər və bədənləri sıx tüklə örtülmüş qalın dərialtı pi təbəqəsi olan heyvanlar hansı biomlarda yaşamağa uyğunlaşar? Təbii ki, yarpaq tikana səhra biomunda çevrilər, çünki istiyə uyğunlaşmadır və biz səhra biomunu A ilə dedik, işarə eləyiblər. Sonra isə deyir dərialtı pi təbəqəsi, bu da soyuqdan müdafiə uyğunlaşmasıdır və biz bunu da Arktik Alp tundrası biomunda müşahidə edə bilərik, yəni F biomunda. Sonra deyir, nə üçün enli yarpaqlı bitkilərdə bitkilərə səhra biomlarında rast gəlinmir? Çünki enli yarpaqlı bitkilərdə buxarlanma daha yaxşı gedir, amma səhra üçün bu daha da yaxşı bir uyğunlaşma olmazdı. Niyə ki, onsuz səhrada su azdır, bir qismində niyə buxarlandırsın ki, belə bir uyğunlaşma mövcud ola bilməz. Ona görə də səhra biomlarında enli yarpaqlı bitkilər olmur. Və bu qrafikdə niyə biomların üst-üstə düşdüyü sahələr var deyə qeyd edir. Fikir versəz, baxın, məsələn, burada biz mülayim meşə ilə bu hissədə iynəyarpaqlı meşə biomlarının üst-üstə düşdüyünü görürük. Bir neçəsində də eyni qaydada üst-üstə düşmələr müşahidə edirik. Çünki bəzi temperaturlar müxtəlif canlılar üçün orta temperatur ola bilər. Bu səbəbdən də hər iki biomun nümayəndələrini biz orada kəsişmə nöqtələrində müşahidə edə bilirik. Burada isə yağıntının orta illik miqdarını görürük. Yəni, həm yağıntı, həm də orta illik temperatur müxtəlif biomlardakı canlılar üçün fərqli tələblər olduğuna görə fərqli nəticələr göstərə bilir. Buradakı sualların cavablarını dərs sahında verdiyim üçün mövzunu yekunlaşdırıram. Növbəti mövzuda görüşərik. Sağ olun.